hazırsan. Hazıram. Buna göre bizi 10.000 frank cərimə eləyə bilərlər. Yol bağlıdır. Dayanmayın, zəhmət olmasa geri sürün. Maşını geri sür. Dayanmışam da burada. Yox, olmaz. Prezident keçdisə bəs bunlar kimlərdir? Kimi gözləyirik? Ne vurdu o? Vurdu ora bura. Maşın sürə bilmir. İndi maşının siz halına baxın, siz Allah. Çok böyük bir facia baş verib Ruandada. Kameranı söndürək. Buyurun, keçin. Bu genosidin arkasında Fransızlar, Almanlar və Belçikalılar dayanır. Bura gəlmiş fransız turistlər genosiddəki baş verənləri görüb təəccüblənirlər. Soyqırımı dövründə bu otelə sığınan turistlər bu hovuzun suyundan 100 gün ərzində istifadə ediblər və həyatda sağ qalmağa çalışıblar. Bura gedmirik, o başa gedirik. Bura düzlüyüm olsun. Ruandada adi günlərimizdən biri idi. Yəni sürücümüz Martin həmişəki kimi avtomobili dağa daşa vura-vura bizi mənzil başına çatdırmağa cəhd eləyirdi. Bir sözlə qəzasız günümüz olmurdu. Adam düz yolda maşını belə sürürsə, indi siz görün gecə vaxtı dağlarda, dolanbac yollarda biz nələr çəkmişik. Nəysə bu haqda bir qədər sonra. İndi isə sizə gəlib çatdığımız yerdən danışım. Gəlmişik Kigali Genosid Memorial Muzeyinə. 1994-cü ildə çox böyük bir faciə baş verib Ruandada. O faciə ki, eyni millətdən, eyni qandan olan qəbir qonşuları bir-birlərini elə qəbrə göndəriblər. Hələ sən bax, bax. Genosidcad olub, bunlar orada şəkil çəkdirirlər, gülürlər. Əvvəla onu deyim ki, insanlıq tarixinin ən böyük faciələrindən biri olan Ruanda soyqırımı haqqında müxtəlif versiyalar eşitmişdim. Amma bu dəfə baş vermiş hadisələri yerli insanların öz dilindən öyrənmək fürsəti yaranmışdı. Elə yenicə həvəslə çəkilişə başlamışdıq ki, kameramızı söndürməyi tələb elədilər. Birinci zalda filmi izləyəcəyik. Daha sonra muzeyə keçib baxa bilərsiniz. Kameranı söndürək. Buyurun, keçin. Açığı bunu gözləmirdim. Çünki 1 milyona yaxın insanın öldürüldüyü bu hadisənin gizli saxlanılması mənə çatmırdı. Ona görə də alternativ yollara əl atıb, çəkilişi gizli aparmalı olduq. Filmdə gördüklərimizdən həqiqətən dəhşətə gəlmişdik və soyqırımına aid təqdimat bitdikdən sonra zaldan çıxıb muzeyə yollandıq. Çox təsirlənmişdik. Qonşu qonşunu parçalayıb. Axı qonşu qonşunu niyə parçalasın ki? Görəsən öz millətindən, öz canından olan adamlara qarşı bu qədər nifrət, bu qədər intiqam hissi hardandır? Bu genosidin arxasında bu və ya digər şəkildə Fransızlar, Almanlar və Belçikalılar dayanır. Yerli əhalinin dediyi və tarixi mənbələrə görə bunu sizə deyirəm. Birinci Dünya müharibəsində Almaniyanın məğlubiyyətindən sonra Ruanda Belçikalılara hədiyyə olunur. Digər Afrika ölkələrində olduğu kimi, burada da Avropa ən yaxşı bacardığı ayrımçılıq, insanlar arasında düşmənçilik siyasətini işə salır. 20-ci əsrin əvvəllərində Belçikadan baş bilənlər gəlirlər və onlar bir xalqı, eyni xalqı, qanı qanından, canı canından olan eyni xalqı başlayırlar etnik qruplara bölməyə. Belə ki, 1916-cı ildə Avropalılar yerli əhalinin burun, qulaq, bir sözlə orqanlarını ölçərək onların ayrı-ayrı xalqlara aid olduğunu aşılamağa başlayırlar. Hətta Belçikalılar bu ayrı seçkiliyi pasportda da qeyd eləməyi unutmurlar. Sonda əhalinin 15%-i Tutsi, yerdə qalanları isə Hutu olur. Parçalanmış xalqı idarə etmək asanlaşmışdı. Azlıq təşkil edən Tutsilərə yaxşı təhsil, yüksək maaş və vəzifələr verilirdi. Sayca çox olan Hutulara isə əksinə ağır və əziyyətli işlər həvalə olunur. Bu quruluş təxminən 50 il davam edir. 1962-ci ildə Ruanda müstəqillik qazanır və Hutular hakimiyyətə gəlir. Tutsilər isə üsyançı hərəkat yaradaraq Ugandaya sığınırlar və 1990-cı ildə hərəkətə keçirlər. Fransanın sponsorluğu ilə 3 il davam edən münaqişədən sonra sülh razılaşması əldə olunur. Amma 1994-cü il aprelin 6-sında Hutu əsilli prezident Habiyar İmananın təyyarəsinin vurulması ilə gərginlik ən son həddə çatır. Radikal Hutular isə hadisədə Tutsiləri günahlandırır və 100 gün ərzində 800 min Tutsi qətlə yetirilir. Şəxsiyyət vəsiqələrində etnik qruplar qeyd olunduğundan ölənlərin qaçıb gizlənmək kimi şansları olmur. Həmin vaxt ölkədə Birləşmiş Millətlər Təşkilatının əskərləri olsa da,
İnsanlar onların gözü önündə qətlə yetirilir. O vaxtki BMT-nin baş katibi Butros Ghali bizdən zəng gələnə qədər heç kəs müdaxilə etməsin deyir və soyqırım bitənə qədər BMT-dən zəng gəlmir. Bu hadisələrdə 1 milyona yaxın insan həyatını itirsə də, paytaxt Kiqalidə keçirilən açıq məhkəmədə cəmi 9 nəfər həbs olunur. Araşdırma mərkəzləri və bir çox beynəlxalq qurumlar soyqırımda Fransa hökumətini ittiham edirlər. Amma rəsmi Paris təbii ki, açıq olmayan alnı ilə bu işdən alnı açıq çıxır. Deməli, genosid Ruanda prezidentinin təyyarəsindən vurulması ilə başlayır. Sanki bu bir siqnal idi. Maraqlı olan odur ki, təyyarənin qara qutusunu fransızlar aradan çıxarırlar. Niyə görə? Çünki orada həqiqətlər var idi, informasiyalar var idi ki, bəlkə də çox məsələləri həll eləyə bilərdi. Onlar dərhal qara qutunu oğurlayırlar və heç kəsin də oradakı məlumatların nə olduğundan xəbəri yoxdur. Təbii ki, bu Azərbaycan xalqına tanış bir siyasətdir. O yüzdən də açığı mənə bu məlumatı deyəndə o qədər də təəccüblənmədim. Amma nədənsə bura gəlmiş fransız turistlər genosiddəki baş verənləri görüb təəccüblənirlər. Niyə təəccüblənirlər? Həqiqətən mən buna təəccüblənirəm. Sizin dövlətinizin gördüyü işlərdən sizin xəbəriniz yoxdur ki? Təbii ki, var. Nə maraqla baxırlar, öz əl işləridir o bunların. Açığı Fransalı turistlərin qeyri-səmimi davranışları, tablolardakı informasiyaları təəccüb və maraqla izləmələri artıq məni qıcıqlandırmağa başlamışdı. Ona görə də vaxtından əvvəl muzeyi tərk eləməli oldum. Murad açığı maraqlanır, orada ikinci mərtəbədədir, amma mən çıxdım, həqiqətən əsəblərim tab gətirmədim. Bir məqam mənim heç xoşuma gəlmədi. Muzeyin içərisində çəkiliş aparmaq olmaz. Mən də, yəni, o boyda yol gəlmişəm, əli boş geri qayıda bilməzdim. Gizli də olsa çəkilişimi apardım. Çünki düşünürəm ki, burada strateji əhəmiyyətli obyekt deyil, onların dövlət sirrini açmırıq. Əgər bu həqiqətən də soyqırımıdırsa, bunu deməkdə nə problemi ola bilər? Yox, əgər bu yalandırsa, onda biz yalanı göstərir. Yaxşı, belə deyək. Yalan demişkən, İnsanlıq adına ləkə gətirən bu soyqırım haqqında dünyanın bir çox ölkələri filmlər hazırlamağa başlayır. Avropanın təbliğat maşını burada da öz sözünü deyir. Həqiqətlər təhrif olunur. Film real hadisələr əsasında çəkilib deyilsə də, amma araşdırmalardan başqa nəticəyə gəldim. Belə ki, Oscar mükafatı almış Ruanda Ateli bədii filmini bu mənada Qərbin ən uğurlu layihəsi hesab etmək olar. Onu da deyim ki, bəlkə də filmdə yeganə həqiqəti əks etdirən məqam kinonun genosid baş vermiş məkanlarda lentə alınmasıdır. Adı çəkilən film 1268 insanın bir oteldə 100 gün ərzində yaşamaq uğrunda mübarizə aparmasından bəhs edir. Biz də öz növbəmizdə 20-ci əsrin ən böyük faciələrindən birinə şahidlik edən bu yerə yollandıq. Bu arada filmin adı Ruanda Ateli olsa da, amma otelin öz adı başqadır. Deməli, otel Ruanda olub, Demil Colin. Fransız dilindədir. Fransa dövlətinin bunlara vurduğu ziyandan hələ də nəticə çıxarmayıblar. Bəzi yerlərdə hələ də bir çox obyektlərin adları fransız dilindədir. Allah köməkləri olsun, nə deyə bilərik? Qeyd edim ki, Demil Colin Min dağlar ölkəsi deməkdir. Dövlətin balansında olan muzeydə çəkiliş aparmağa icazə verilmədiyindən, təbii ki, özəl oteldə də bu kimi problemlərin olacağı gözlənilən idi. Ona görə də heç düşünmədən turist kimi hərəkətə keçdik. Güya otelə qəhvə içməyə gəlmişdik. Muradın isə deyəsən həqiqətən fikri qəhvə içmək idi. Götürüm ki, hürkməsinlər. Murad, bura gedmirik, o başa gedirik. Murad, vicdiyin olsun. Bu kopyanın xərcini ona görə çəkirik ki, gedək. O başa. O baş dedikdə isə hovuza yaxın yerləri nəzərdə tuturdum. Çünki bu hovuzla bağlı deyəcəklərim var idi. Demək istədiyim əsas bir məqam var. Soyqırımı dövründə bu otelə sığınan turistlər gördüyünüz bu hovuzun suyundan 100 gün ərzində istifadə ediblər və həyatda sağ qalmağa çalışıblar. Hutuların tutsiləri divan tutduğu bir vaxtda Hutu əsilli olan otelin sahibi biznesmen Paul ölkədəki nüfuzundan istifadə edərək nədənsə çoxu günahsız tutsilər olmaqla bir qrup insanı gizlədərək xilas edir və ölkədə ara sakitləşəndən sonra filmdə də olduğu kimi xalqın qəhrəmanına çevrilir. Bu Hollywoodun, bir sözlə Qərbin bizə göstərdiyi tərəfdir. Amma hadisə şahidləri bunun əksini deyirlər. Məsələn, otelin sahibi Paul Rusesabagina böyük pul müqabilində insanları gizlədirmiş. Pul olmayanları isə həndəvərinə yaxın buraxmayıb. Bəlkə də bu genosidin müəllifi olan Qərbin nağıllarına daha çox inanmaq istəyərdim. Amma beynimdəki qatıma qarışıq fikirləri analiz edəndə
Görürəm ki, yerli insanların dedikləri daha çox ağlabatandır. Kinoda bizə qəhrəman kimi təqdim olunan otelin sahibi 2021-ci ildə nə az, nə çox 13 ittihamla 25 illik həbsə göndərilir. İttihamların arasında terrorizm, silahlı qruplaşmanın maliyyələşdirilməsi, qətl, dövlət çevrilişi olsa da, rəsmi Vaşinqtonun təkidi ilə adam 2 ildən sonra azadlığa çıxır və nə kəramətdirsə Ruandanı irqlərə bölən Belçika dövləti Paul Rusesabagina-ya vətəndaşlıq verir. Üstəlik, Amerika ona qucağını açır və sığınacaqla təmin edir. İndi siz deyin, mənim yerim olsaydınız, Qərbin dediklərinə inanardınız? Açığı heç kefimiz yox idi. Növbəti çəkilişə yollansaq da, hələ də soyqırımı haqqında eşidib gördüklərimizin təsiri altında idik. Çox çəkmədi ki, yenidən qanımız qaraldı. Ruanda polisi yolumuzu kəsmişdi. Yol bağlıdır. Nə? Deyirəm, yol bağlıdır. Qarşıda tədbir var. Maşını geri sürüb biraz aralıda gözləməlisiniz. Yol açılan kimi özüm sizə xəbər eləyəcəm. Dayanmayın, zəhmət olmasa geri sürün. Cənab zabit, yol təxminən nə vaxt açılar? Dəqiq deyə bilmərəm. Bilsə də deməz. İxtiyarı yoxdur. Maşını geri sür. Dayanmışam da burada. Yox, olmaz. Ay, bu adamı nətər bezdirirlər. Tələsirdik. Açığı, vaxtımız azdı, istəyirdik ki, qısa zaman kəsiyində çoxlu informasiya toplayaq Ruanda haqqında. Amma yolda saxladılar bizi. Dedilər ki, Ruandanın hal-hazırki prezidenti bu ərazidədir. Yolu təmizləyiblər, biz də gözləyirik ki, zat ailələrinə vaxt gəlib keçəcək buradan, biz də gedib çəkilişimizə davam eləyəcəyik. Bizim bu video biraz geç çıxacaq efirə, çünki biz hələ yollarda oluruq. Bunun montajı, efirə yayımlanmağı və s. və ilaxır bəlli bir vaxt çəkəcək. Amma bir dənə gözlə, məncə elə pol seçiləcək. Mən öncədən proqnozumu verdim. Sənə nəsə gəlmir, bir dənə baxım, səndə nəsə... Hələ o olacaq. Məncə də o olacaq. Bu arada onu da deyim ki, məhz onun sayəsində Tutsi və Hutuların münaqişəsinin qarşısı alınıb. Maşında əl-qolumuzu sallayıb boşbəkar oturmağın mənası yox idi. Necə deyərlər, vaxtımızı səmərəli keçirmək üçün işə başladıq. Görək bunların trastı nətər olur, elə maraqlıdır mənim özümə. Murat, düşməliyik aşağı, bir dənə çəkib baxa görək nə məsələdir, necədir. Aşağı tutacağım kameranı, heç nə olan deyil. Bax Murat, nə qədər adam gözləyir, 40 dəqiqədir buradayıq. Biz də sevinirdik ki, bir yarım saat tez çatacaq, nəsə çəkəcək əlavə. Artıq bir saat tamam olmuşdu. Yüzlərlə insan yarım kilometrlik məsafədə dayanıb yolun açılmasını gözləyirdi. Nəhayət ki, o möhtəşəm an yetişdi. Bax, keçdi. Bizdən keçir. Amma vaxtından əvvəl sevinmişdik. Çünki prezidentin keçməyinə hələ var idi. Bir sözlə 2 saat ərzində düz 3 dəfə bu cür maşın karvanını yola saldıq. 100 dənə maşın keçib, amma hələ prezidentin maşını keçməyib. Vay dədəm, vay. Bundan kortejlərin arxasında gördüm, təcili tibbi yardım maşınına gedirdi. Prezident keçdisə, bəs bunlar kimlərdir? Kimi gözləyirik? Prezidentin ailəsi keçməlidir. Oğlu, qızı, yoldaşı. Ondan sonra gedə biləcəyik. Məncə maşında gözləsək yaxşı olar. Hə. Bələdçimiz Martin deyir ki, biz hazır olmalıyıq. Arxada çoxlu adamlar var. Sonuncu konvoy gedən kimi biz də çıxırıq aradan, necə deyərlər. Ona da deyim ki, bizim bələdçinin ən yaxşı halda aradan çıxmağı saatda 20-30 kilometrdir. İnanın ki, qocalmışıq. Adam maşın sürməyib, türkünməslər bizim üstümüzdə öyrənir. Mən ayrıca telefonda tutub kameralara baxıram, xəbərdarlıq edirəm. Mən arada ona deyirəm ki, burada işığı yandır, burada işığı söndür. Yəni, həqiqətən dəhşətli. Əslində əsəbdən deyib gülürdük. Buraxılışımızın da əvvəlində qeyd elədiyim kimi bələdçimiz Martinin başımıza gətirmədiyi oyun qalmamışdı. Adam hələ də başa düşməmişdi ki, o bizi gəzməyə gətirib. Biz onu yox. Necədir? Məncə bəsdir, gedək. Sürücülük məsələsinə gəlincə, əslində bizi hava limanında qarşıladığı ilk gün ondan şübhələnmişdim. Çünki adam adicə maşının bagajının hardan və necə açıldığını bilmirdi.
Bizi Martin qarşıladı. Özdə Priusla, Priusu da arenaya götürüb. Bilirsiniz ki, Azərbaycanda Priuslarla bağlı müxtəlif əfsanələr dolaşır. İnşallah ki, bu Prius bizi sağ-salamat çəkmək istədiyimiz ünvanlara çatdırar. Maşında heç bir problem olmaz. Təzə maşında nə problem olmalı idi ki? Bələdçimiz Martin sükan arxasında oturub avtomobili yerindən tərpədəndə təhlükənin hardan gələcəyini anlamışdım. Növbəti günlərdə də məlum oldu ki, bələdçimiz sən demə ilk dəfədir təlimatçı olmadan dırnaqarası sərbəst maşın sürür. Özdə dağlıq yollarda. Nə vurdu o? Addımbaşı qəzadan sonra yolun ortasından maşının ehtiyat hissələrini toplamağı isə artıq adi hala çevrilmişdi. Ruanda ilə sağollaşmağımıza sayılı günlər qalsa da daha dözə bilmədik. Nə isə eləmək lazım idi. Hal-hazırda Ruandanın küçələrində ekoloji cəhətdən təmiz maşını görürük. Düzdür, boğulmaq üzrəyik, amma Murad böyük bir iradə nümayiş elətdirir, budur. O artıq yanan maşını keçir. Bəli, indi biz birazdan Ruandada yerləşən qayalıqlara girəcəyik. Murad, sən maşını niyə sürürsən? Bax, qardaş, sürücümüz Martin burada ola-ola. Həyatıma hərdən bir qiymət qoyuram. Bəli. Deməli, dostlar, gördük ki, sürücümüz zəifdir, çox yaxşı oğlandı, doğrudan da mərifətli oğlandı, bizim dillə desək. Amma ki, sürə bilmir də, maşın sürənmir. 2 gün dözdük o maşın sürməyinə. Ayətül Kürsüdən oxuya-oxuya bir tər dözdük. Amma bayaqları qəza elədi. Qəza eləyəndən sonra belə qərarı gəldik ki, maşına tutub alaq əlindən, özümüz sürək. Bilirsiniz ki, formulada 2 sürücü olur, 2 pilot olur. Hal-hazırda mən öz növbəmi gözləyirəm. Murad isə yüksək performans göstərir. Yoluna qayıt Murad, yoluna qayıt. Gözlə Murad, gözlə. Martin kimi sürürsən. Adam maşınını vurdu ora-bura. Maşın sürə bilmir. Cəmaatın maşınını da bədbəxt eləyib, maşın kirayələyib, götürüb. Təzə Priusu, yəqin ki, yadınızdadırsa, dəyərli dostlar, Ruandaya gələndə maşın normal vəziyyətdə idi. İndi maşının siz halına baxın, siz Allah, buna baxın. Baxın. Görürsünüz, maşını vurub. Qapısı batıb. İndi baxaq. Qabaq isə cızıq-cızıq. Bu isə, bilməm necə göstərim, sən bax belədir. Yəni maşının yanları vurulub. Bu isə cızılıb. Yəni maşın sürə bilmir, maşın sürməyə cəhənnəmə. Bizim həyatımız təhlükə altında, təsəvvür edin ki, əyri-şüyrüş yollarla gəlmişik. Ağsu Perivalı onun yanında İpək yoludur. Allah heç kimə belə bir bələdçi qismət eləməsin. Martin, gedəcəyimiz yerə təxmini nə vaxta çatarıq? Hardasa 1 saata, 1 saata. Səmimiyyətimə inanın, 1 saat deyirsə Martin, bilin ki, minimum 3 saat qulağımızdan asılıdır. Yəni 3 saata biz gedib çatacağıq ora. Əslində piyada buraxsaydılar Martinin maşından tək çatacaqdı ora. Nəysə, olur da bu da bir gündür. Gün demişkən, həmin gün yolun açılmasına nə az nə çox, düz 2 saat 6 dəqiqə vaxtımız getdi. Nəhayət ki, təbliğat kampaniyasına cəlb olunmuş insanların arasından çətinliklə də olsa aradan çıxa bildik. Ümumilikdə isə tədbir oldu-olmadı, nəqliyyat sıxlığına görə bu ölkədə avtomobil idarə eləmək müşkül məsələdir. Ona görə də mototaksilər Ruandada sözün əsl mənasında bərk edirlər. Hətta 2 gün əvvəl sözü gedən nəqliyyat vasitələri ilə yaxından tanış da olmuşduq. Murad, necədir vəziyyət? Vəziyyət verir əziyyət. Emin, Aytcan, hə? hazırsan? Hazıram. Başda dəbilqanın olmağı məcburidir. Birdən kimsə dəbilqə taxmasa? Xeyr, belə bir şey ola bilməz. Buna görə bizi 10.000 frank cərimə eləyə bilərlər. Maraqlıdır, yükü olan sərnişinləri necə daşıyırsınız? Heç bir problem yoxdur. Biz bu motosikletlərlə soyuduculara qədər aparıb ünvanlarını çatdırırıq. Sərnişin isə digər motosikletdə oturaraq öz yükünü müşayiət edir. Bir vaxtda Ruanda hakimiyyəti mototaksilərin fəaliyyətini dayandırmaq istəyirdi. Amma bu məsələ motopark sahiblərinin və taksi sürücülərinin qəzəbinə səbəb olur. Hakimiyyət bu qərarın kütləvi etirazlara səbəb olacağından ehtiyat edərək taksi fəaliyyətini dayandırmaq yox, onu nizamlamaq qərarına gəlir. Belə ki, bütün motosiklet sürücüləri qeydiyyata alınır, hər birinə nömrə və qoruyucu dəbilqə verilir.
Atılan bu addımlar nəticəsində işsizliyin qarşısının alınması ilə yanaşı həm də ölkə iqtisadiyyatı fayda görür. Biz lisenziya əsasında fəaliyyət göstəririk. Həm lisenziyaya görə, həm də icbari sığortaya görə dövlətə rüsum ödəyirik. Ümumiyyətlə mototaksilər sərnişin daşıma üçün təhlükəli deyil? Əlbəttə yox. Məsələn, mən 14 ildir taksi sürürəm. Cəmi bir dəfə qəza eləmişəm. O da avtomobil sürücüsünün xam olduğuna görə. Mototaksilərlə ağır qəzalar çox nadir hallarda olur. Açığı Vincentin dediklərində həqiqət var idi. Çünki Ruandada olduğumuz müddətdə avtoxuliqanlar və nəqliyyat vasitəsini yüksək sürətlə idarə edənlər gözümüzə dəyməmişdi. Çox güman ki, bu hökumətin tətbiq etdiyi sərt qanunlardan qaynaqlanır. Məsələn, addımbaşı quraşdırılmış 360 dərəcə çəkiliş aparan radarlar sürücülərin əməlli başlı kabusuna çevrilib. Hətta qarşılarına qəfil ağac çıxanda belə diksinirlər. Çünki cərimə yazıldısa, vaxtında ödəməlisən. Azərbaycanda sürət həddinə görə cərimə 10 manatdan başladığı halda Ruandada bu rəqəm 42 manatdır. Yəni bizdən 4 dəfə çox. Yetərincə kasıb yaşayan adamlar üçün bu məbləğin nə qədər böyük olduğunu isə təsəvvür eləmək çətin deyil. Onu da deyim ki, mototaksilər Ruandada daxil olmaqla 90-cı illərin ortalarından Afrika ölkələrində dəbə düşməyə başlayıb. Əlverişsiz yollar, üstəlik nəqliyyat xərclərinin az olması İnsanlara bu nəqliyyat növünü daha da sevdirib və bu sevgi Çin hökumətinə böyük gəlirlər gətirməyə başlayır. Necə deyərlər, Ruzi öz ayağı ilə Asiyalıların qapısına gəlmişdi. Belə ki, Afrikalılar uşaq istehsal edib əhalinin sayını çoxaltmaqla mototaksilərə tələbatı artırır, Çin isə onlar üçün motosiklet istehsal edib pullarını qazanmaqla məşğul olurlar. Qeyd edim ki, hətta 2 ay əvvəl Asiyalılar Ruandada hava taksilərinin təqdimatını da eləyiblər. Elə növbəti buraxılışımız da hava nəqliyyatı ilə bağlı olacaq. Məncə məxfiliyi qorunan müəssisədə möcüzəvi şəkildə apardığımız çəkiliş sizə də maraqlı olacaq. Əslinə qalsa bir balaca məxfilik qorunmalıdır. Şəxsən mənim şirkətim olsaydı, mən Muradı qapıdan içəri buraxmazdım. Baxmayaraq ki, mənlə uşaqlıqdan bir yerdə böyümüşük. Təbii. Sən buraxardın mənə qapıdan? Mən buraxardım.